valla mən xəcalət çəkirəm. Hamımızdan xəcalət çəkirəm. Mən bütün xalqımızdan üzr istəyirəm. Bütün tamaşaçılardan, sizdən. Məndən yox. Samirə, sən illərimi bu sənətə qurban verib bir kəlməyə görə gözdən düşə bilməzsən. İnan mən dünəndən Allah ölüb yerə girmişəm. Ki heyif mənim 40 illik musiqi savadımdan, istedadımdan, nə bilim, əziyyətimdən ki, mənim bir dənə bu şeyə görə mənim o boyda əziyyətim, zəhmətim hamısı heçə gedir. Amma mən yenə də onun övladımdır. Bilirəm. Xeyr, xeyr. Parmaq elədir ki, yaradı da olsa, irinli də olsa bata bilmərəm. Bəli. Onun yerinə üzr istəyirəm hamımızdan. Dönə tamaşa Samirə, bütün xalqımızdan, mən səninlə baxmayaraq ki, Samirə, bayaq sən yox idin, işdən də vurmamışdın. Mən dedim ki, Samirə sənətkardır. İllərlə uşaqlarını əziyyətlə böyüdüb. Nə arxasında bir pullu insan olub, nə yanında bir gedib aylarla Moskvada qalıb, konsertlər verib, toylar verib, restoran götürüb işlər, zəhmətkeş xanımsan. Amma fərəh başa düşməlidir ki, ictimai qınağın qabağında mən belə dura bilməmişəm. Mən TikTok'da söyüş söydüm, aylarla cəmaatın üstünə çıxa bilmədim. Cəmaat mənə ki, sən kimsən ki, sən bizə söyüş söyürsən? Fərəh eləyə bil, fərəh. Bugün bunu heç sənətkar da eləyə bilməz. Samirə, qurban, bu çox böyük ittihamdır. Kəmaləni hamısı sevmək məcburiyyətində deyil. Kimdir ki Kəmalə? Mən onu toylik çağırmışam efirimə pulsuz manafa görə. O çağırıb Kəmalə pul verib əziyyət çəkib efirlərə mi çıxıb? Bilirsən, mənim dilim niyə Kəmalənin yanında uzundur. 2 həftə bundan qabaq mənə yığdı ki, necəsən toylik, nə var, nə yoxdum, yaxçıyam. Bir dənə bacıya kartı var, sənə pul atsın, oraya bir 500 manat yeyib işkinən. Dedim, çox sağ ol, bacı qurban. Toylik acından ölmür, toylik gelib tüm gün yerlikdə girişir. Və ona görə bugün dilim müğənilər yanında kısa deyil. Bəli, bilirəm. Sənin də xətrin mənə, mən sənin nə qədər Moskvada toyda olmuşam. Bəli. Məndən özümə qarşı hörmətsizliyi görmüşsən. Xeyr, sən özünlə... Və sənin qızın bizə necə hörmətsizliyi eləyə bilər? Toylik, yenə də deyirəm, valla cahillik eləyib, cahildir. Samirə, biz aparıcılar, sənin də tərəfində dura bilərik, biz aparıcılar tənqiddik, amma mən gördün, sən yox idin, sənətkarsan, amma bu o demək deyir ki, fərəh çıxıb bugün bizə Kəmalənin dalıcan. Kəmalənin dalıcan yox, Kəmalənin adı bugündən bu kanallarda çəkilməyəcək, bir neçədə. Sonra Kəmalə gəlib buraya deyəcək ki, fərəh mənim çörəyimə bahis oldu. Həmən Kəmalətdə o filan dalıcan danışıb, gedib o filan qucaqlayan adam. Cahillik eləyib, toyluq, çox-çox üzr istəyirəm. Mənə görə keçin, bağışlayın, çox-çox üzr istəyirəm. Allah sən var eləsin, mən yox, məndən üzr istəməsin, xalqdan mən heç kiməm. Bütün xalqımızdan, bütün millətdən, bütün bizi izləyənlərdən, eşidənlərdən, vallahi yenə deyirəm, Quran haqqı, mən o ayda deyiləm, bu saat evdə xəstə anama baxıram. Amma yenə də mən hər şeyi bir kənara atıb, o qızıma görə başımı aşağı salmışam. Hamıya deyirəm, üzürlü sayın. Allah sən var eləsin, var ol günən. Bax, ana budur. Çox sağ ol.